Siz əgər qəbul ola bildinizsə, siz hər şeyi başara biləcəksiniz. Oldu ki, sən tam təqaüd ala bildin və bu təqaüdün sayəsində də yaşamını qura bildin. Pis ssenaryoda həmişə Azərbaycana geri qayıda bilərsiniz. Doktoranturaya qəbul olmaq istəyirsinizsə, əsasən də Skandinaviya ölkələrinə yalnız ingilis dili bilməklə artıq qəbul ola bilərsiniz. Dostlar, salam və kanalıma təkrar xoş gəlmisiniz. Mənim adım Leyladır. Bilirsiniz ki, bu kanalda mən xaricdə təhsil alan xanımlarımızı intervyu eləməyi çox sevirəm. Düşünürəm ki, bir çoxları üçün bu motivasiya olur həqiqətən də. Bugün çox maraqlı bir xanımı sizin üçün çəkəcəm. O İsveçdə təhsil alır və hal-hazırda PhD edir və bu hekayənin ən maraqlısı odur ki, o sadəcə olaraq 23 yaşında PhD-yə başlayıb və biraz qeyri-adi bir hekayədir. Bugün biz Ayla ilə tanış olacağıq, xanımın adı Ayladır və Ayla bizə evini göstərəcək, İsveçdə necə bir yerdə yaşayır, necə bir yerdə oxuyur, necə bir yerdə işləyir və s. Və hekayəsini tam olaraq başdan bizə danışacaq ki, görək ki, necə oldu ki, Ayla 23 yaşında İsveçdə PhD təhsili almağa gəldi, yəni doktorantura təhsili almağa gəldi. Çox maraqlı bir video olacaq. Sadəcə oturub söhbət eləməyəcəyik. Yəni dediyim kimi gəzəcəyik, Aylanın evini görəcəyik. Və Aylanın universitetini görəcəyik, yaşadığı məhəlləni və s. görəcəyik. Düşünürəm ki, bir çoxları üçün çox motivasiya edici bir video olacaq. Hazırsınızsa başlayaq. Ayla, mən çox danışdım artıq. İstəyirəm ki, sözü sənə ötürüm. Ümumiyyətlə, hekayə hardan başladı? Bugün sən 24 yaşındasan, İsveçdəsən və doktorantura üzrə təhsil alırsan və çalışırsan. Bu hekayə hardan başlayır? Salam, mənim adım Ayladır. Mən Bakı şəhərində anadan və 23 nömrəli məktəbdə təhsil almışam Azərbaycan sektorunda və sonra ADNSU, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində həm bakalavr, həm magistratura təhsilini almışam. ADNSU-da bakalavr informasiya texnologiyaları, magistraturanı isə mobil tətbiqlər və oyun dizaynı ixtisasını keçmişəm. Hal-hazırda doktoranturanı Linköping Universitetində və Linköping şəhərində eləyirəm və mən bu universitetlə magistratura vaxtı tanış oldum. Bizim magistratura vaxtı Magnus adında proyekt var idi, hansı ki tələbələri müxtəlif universitetlərə mübadilə edirdilər proyektin içində olan universitetlərini və proyektin içərisində Linköping Universiteti var idi və mən bunun sayəsində magistraturanın 2-ci kursunda 2 aylıq bura dəvət olunmuşdum. Ayla, deməli, buradan biz evə daxil olduq. Burada bizim deməli giriş qapımızdır və bura sənin mətbəxindir. Bir tələbə olaraq ümumiyyətlə mətbəxdən nə qədər istifadə edirsən, yemək bişirirsənmi evdə və ya İnanılmaz çox. İsveçin mənfi cəhətlərindən biri Bakıdakı kimi həmişə gedib restoranda lunch eləmək olmur. Ona görə siz burada yeməyi özünüz bişirirsiniz, konteynerlərinizdə aparırsınız universitetə ya da iş yerinə və burada o qədər öyrəşirlər ki, hər kəs evindən gətirir. Bizdə mikrovalnovka otaqları var. Sırf yalnız mikrovalnovkalardan yerləşən və bütün tələbələr, bütün işçilər öz konteynerləri ilə. Ona görə bu kuxnya çox istifadə olunur. Bu mətbəxdən doğrudan da çox istifadə olunur. Bu qədər sadə bir mətbəxdir və burada çox populyardır mətbəxlə qonaq otağını bir eləmək. Burada mən yemək yediyim yerdir. Çox, yəni bir nəfər üçün tamamən lazım olan qədər stol və stul var. Bir də Ayla, mən istəyirəm biraz sənin, məsələn, məktəblilərin barədə danışıram. Çünki məsələn, bəzi insanlar belə videolara baxanda düşünürlər ki, okey, bu insan yəni məsələn çox varlı ailədəndir, Bakıda ən bahalı özəl məktəblərdə oxuyub və insanlar düşünə bilərlər ki, bəlkə sən uşaq vaxtı həmişə sən ailən İngiltərəyə, Amerikaya göndərib və s. Biraz o barədə istəyirəm danışırsan. Və necə oldu ki, sən məsələn ingilis dilinin önəmini anladın ki, okey, mən ingilis dilini öyrənməliyəm ki, yəni həyatımda uğurlu olum. İngilis dilinin önəmini mənim valideynlərim başa düşdü, mən deyil. Və mən 4 yaşından bəri ingilis dili öyrənirəm. Mən bağçaya yox, bu uşaqlar üçün kurslar olmur. Belə fason kursa göndərilmişdim ki, ingilis, rus və
riyaziyyat kimi balaca kurslar idi. Mən belə kurslara gedirdim və sonra mənim valideynlərim çox mükəmməl ideya gəldi ağıllarına ki, tamamilə rus dilli uşağı Azərbaycan sektoruna göndərsinlər. Və mən 11 il ondan sonra Azərbaycan sektorunda oxudum. Mən 23 nömrəli məktəbə gedirəm, hansı ki dövlət məktəbidir. Bu dövlət məktəbidir. Amma 23 nömrəli məktəb ingilis yönümlü məktəb hesab olunur. Məsəl üçün biz bilirik də 189 nömrəli məktəb riyaziyyat yönümlüdür. Onlarda həftədə 6 dəfə riyaziyyatdır. Bizdə həftədə 6 dəfə ingilis dili idi. Doktoranturaya qəbul olmaq istəyirsinizsə, əsasən də Skandinaviya ölkələrinə yalnız ingilis dili bilməklə artıq qəbul ola bilərsiniz. Çünki mən doktorantura üçün seçim eləyəndə hansı universitetlərə gedim, hara qəbul olum, inanılmaz çox, məsəl üçün fransız, alman universitetlərində var idi bu qayda ki, alman dilini bilməlisən ya da fransız dilini bilməlisən. Amma Skandinaviya ölkələrində, məsəl üçün İsveç, Norveç, Danimarkada yalnız ingilis dili ilə siz artıq qəbul ola bilərsiniz və hətta bu bir əlavə də bonusdur Skandinaviya ölkələri üçün. Siz əgər Azərbaycanda ingilis sektorunda oxumusunuzsa, o ingilis dili bəlgəsi artıq validdir. Yəni sizə heç nə lazım deyil. Ya IELTS vermək, ya da TOEFL vermək, ona heç bir ehtiyac yox. Ayla, mən sənin evinə ilk qonaq gələndə fikir verdim ki, sən yəni gözəl yaşamağı sevirsən və bacarırsan. Biraz bu barədə bizə danış. Bu yaxınlarda mən Gothenburg'a turist olaraq şəhəri görməyə getmişdim. Gothenburg İsveçin ya ikinci ya üçüncü ən böyük şəhərlərindən biridir və doğrudan da böyük şəhərlərdə köçmək üçün çox yaxşı şəhərlərdən biridir. Orada da universitet var. Orada da doktorantura edə bilərsiniz. Bu iki şəkli Gothenburg İncəsənət muzeyindən almışdım. Bu oradakı eksponatlardır. Sadəcə olaraq bəyəndiyim şəkillər idi və biraz evimə yaraşacağını düşündüm. Həm rövqümə də uyğun idi, həm evimə yaraşacağını düşündüm, o yüzdən aldım. Ümumiyyətlə, bura məsələn köçmək istəyən tələbələrə mənə gəlir ki, maraqlı olar ki, İsveçdə evlər əşyalı mı gəlir, əşyasız mı gəlir? Məsələn, əgər əşyasız bir ev tutursansa, bu əşyaları necə alırsan, necə gətirirsən və çox gözəl divanın var, elə ona görə də sual ağlıma gəldi. Biraz bu barədə məlumat verərdiniz əvvəlcə. Evləri əgər şirkətdən kirayəyə götürürsünüzsə, mebelsiz gəlir. Yalnız kuxnya və ayaq yolu, belə deyək, yalnız onlarda mebel var. Qalan hamısını özünüz alırsınız. Məsəl üçün, yataqxanalarda mebel olur. Mən yataqxanada qalanda mən heç bir mebel almaq məcburiyyətində deyildim. Amma özünüz üçün mənzil kirayə edirsinizsə, mebel özünüz almalısınız. Amma çox asandır əslində IKEA. Buranın ana yurdundan IKEA-nı ala bilərsiniz. Və çox asandır. Sadəcə olaraq zakaz edirsiniz və sizin evinizə gətirirlər. Mən özüm yığdım bütün mebelləri. Mən heç belə bir imkan var ki, sizin üçün yığsınlar mebeli, amma mən onu heç istifadə eləmədim. Lego kimi yığılır zaten, heç bir çətinliyi yoxdur bu mebeli yığmaq. Belə bir sual verəcəm sənə. Məsələn, xaricdə təhsil almaq üçün bəzən tələbələr düşünür ki, buna həddən artıq çox maddi durum lazımdır və bütün təhsili, qalma xərclərini, yemək xərclərini hər şey öz cibindən ödəməlisən və bəzən bu rəqəmlər həqiqətən də qeyri-real səslənir. İstərdim ki, bizə biraz təqaüdlər barədə danışasan. Həm bura 2 ay müddətcə gəldiyin proqramda necə oldu ki, sən təhsilini ödəyə bildin, necə oldu ki, məsələn, sən belə bir evdə yaşaya bilirsən və eyni zamanda da doktoranturaya gələndə də necə oldu ki, sən tam təqaüd ala bildin və bu təqaüdün sayəsində də yaşamını qura bildin. Magistraturada təqaüd proqramından danışırıqsa, Magnus proqramı əsasən Elviz İsmailov tərəfindən qurulmuşdu, Elviz mənim falan. Tamamən büdcə European Commission tərəfindən verilmişdi. Yəni mən bura gəlmək üçün, o 2 ay qalmaq üçün 1 qəpik belə ödəmədim. Hamısı tamamilə Avropa Komissiyası sayəsində həm bilet pulu, həm yaşamaq pulu, yəni hər şey Avropa Komissiyası sayəsində ödənilmişdi. Əgər yanlış xatırlamıramsa, Magnus proqramı hələ də davam edir. Bu ixtisas bir çox universitetlərdə var. Amma mən şəxsən bunların hamısını yalnız Aziyada gördüm. Ona görə mən tövsiyə eləyərəm Aziyaya gedəsin. Mən Aziya deyirəm, əslində ADS-ı da vermişəm. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. Sizə də oradan da tövsiyə edirəm bu ixtisasa fikir verəsiniz. Çünki bizə də oradan da lazımdır. Xüsusən Azərbaycanda bu ixtisasın həm oyun dizaynının, həm də mobil tətbiqlərin öyrənilməsi çox azdır. Yəni bizdə gaming studioları var. Yəni şirkət belə yoxdur, yalnız studiolar var. Yəni bizim üçün əslində Azərbaycan çox önəmlidir. Yəni mən tövsiyə eləyərəm, əgər siz magistratura haqqında düşünürsünüzsə, bu ixtisasa fikir verəsiniz.
İstəyirəm biraz doktoranturadakı maddi vəziyyətdən danışasan. Necə olur ki, məsələn, sən gəlib doktorantura oxuya bilirsən, eyni zamanda çalışa bilirsən və öz xərclərini qarşılaya bilirsən. Bu necə işləyir? Çünki doktorantura İsveçdə işdir. Bu yalnız oxumaq deyil, yəni Azərbaycandakı sistemdən fərqlidir. İsveçdə doktorantura əslində 4 ildir. Amma biz 20% dərs deyirik deyənə bu 5 illə çevrilir. Yəni siz doktoranturanı 5 il ərzində edirsiniz. Və doktorantura iş olduğu üçün sizin maaşınız olur. Yəni maaş sayəsində kiranızı ödəyirsiniz və yaşamağınızı təmin edirsiniz. Yəni bildiyiniz maaş, yəni siz sosial, mənim burada sosial sığortam var. Bu bildiyiniz işdir, full time iş. Və əlbəttə ki, doktorantura oxuyanda mənim məcburi, məsələn, bizim universitetdə mən 60 kredit yığmalıyam dərslərə girməyimlə. Yəni mən dərs oxumalıyam. Bu doktoranturanın bir hissəsidir. Amma burada research-ə iş olaraq baxılır. Məsələn, bu realistikdirmi ki, kimsə gəlsin burada doktorantura üzrə təhsil alsın və çalışsın və ailəsinin maddi köməyi olmadan burada yaşaya bilsin? Tamamilə. Mən valideynlərimdən, yəni ailəmdən heç bir maddi kömək almıram. Yəni heç bir şəkildə lazım deyil. Çünki İsveçdə əgər maaş verilirsə, hətta o minimal maaş elə fikirləşilib ki, bu insan ən balaca da olsun bir mənzildə yaşaya bilsin, ən minimal xərcləri ilə yemək yeyə bilsin. Universitetdəki minimal maaş deyil. Universitetdəki normal həyat üçün olan maaşdır. Yəni görürsünüz, mənzili də görürsünüz. Yəni mən az maaşla bunu eləyə bilməzdim. Ona görə tamamilə maaşlı işdir və tamamilə rahat olaraq gəlib burada yaşaya bilərsiniz və doktoranturanızı eləyə bilərsiniz. Ayla, bura sənin iş yerindir, çox şirindir. Bu arada bu da Aylanın əl işləridir. Paint by number'la onları eləyibdir. Ayla, ümumiyyətlə bir çoxlarına belə bir sualı olur ki, mən deyək ki, universitetə qəbul oldum, İsveçə gəldim, çıxdım. Bəs mən necə oxuyacağam? Çətin deyilmi? Yaxşı qiymətlər almaq, kəsilməmək, davam eləmək ki, təqaüdün kəsilməsin? Yəni burada bir cavab var. Siz əgər qəbul ola bildinizsə, siz hər şeyi başara biləcəksiniz. Məsələn, Azərbaycandakı universitetdən oxumaq daha çətindir, burada oxumaq? Eyni səviyyədir. Çünki çətinlik fərqli hissələrdə olur. Azərbaycan universitetlərində bizə həddindən artıq biz ballara fikir veririk. Ay balım çox olsun, ay kəsilməyim, ay belə. Burada biraz daha rahatdır. Burada məsəl üçün siz kəsilsəniz belə sizin ikinci pulsuz şansınız var. Siz həmin kursu yenidən götürə bilərsiniz. Burada maraqlı bir şey odur ki, biz məsəl üçün Azərbaycanda bakalavr və magistratura fərqli şəkildə olur. Burada magistratura və bakalavr bir yerdədir və 5 ildir. Amma yox, siz əgər qəbul ola bildinizsə, bu o deməkdir ki, sizin supervisoriniz hamı bilir ki, siz bunların hamısının öhdəsindən gələ biləcəksiniz. Və doğrudan da deyə bilərəm ki, fənlər o qədər də öldürücü çətinlikdə deyil. Əlbəttə ki, biraz çətin olacaq. Yəni hər şeydə olduğu kimi müəyyən qədər işləmək lazım olacaq. Ona görə fənləri keçmək o qədər də çətin olmayacaq. Bir dənə də şey var ki, İsveçdə bal sistemi yalnız bəzi fənlərdə var. Əsasən ya keçdin, keçmədin. Ayla, deməli biz sənin mətbəx, qonaq otağı, iş yeri, divan tərəfdən gəldik və gəlirik sənin yataq otağına. Bu ayrıca bir otaqdır və bu otağın öz qapısı var. Mən də orada güzgüdə görünürəm. Bu otağın bir də balkonu da var, düzdür? Bizi göstərə bilərsiniz, evet olmasa balkonu. Çox maraqlıdır və bu... Bugün bəxtimiz gətirib, hava yaxşıdır. Bu Aylanın pəncərəsindən açılan mənzərədir. Belə. Və bu arada universitet də hardasa o tərəfdədir, düzdür? Bu qırmızı hissə artıq universitetin bir hissəsidir, amma mənim olduğum bina deyil. Mənim olduğum bina qabaqdadır. Amma bu artıq universitetin bir hissəsidir. Maraqlı. Ümumiyyətlə, məsələn, bir Azərbaycanlı olaraq da sən indi İsveçdə yaşayırsan. Buranın müsbət və mənfi tərəfləri var ya da istəyərdim ki, biraz danışasan. Məsələn, nələri sevirsən, nələri sevmirsən. Məsələn, mən bilirəm ki, buranın məsələn qışları çox çətin keçir də, soyuq keçir. Məsələn, o barədə biraz danışaq. Mən qışı çox xoşlayıram. Əgər siz qış xoşlayırsınızsa, buranın böyük bir hissəsi, yəni ilin böyük bir hissəsi qışdır və çox soyuqdur. Amma mən soyuğu çox xoşlayıram və ona görə mən birinci dəfə İsveçə gələndə və bu qarı görəndə, çünki biz Bakıda qar görmürük, axı 2-3 gün görsək uca sevinirik ki, qar var da. Amma burada o qədər qar var idi və mən bunu o qədər çox bəyəndim ki, ona görə mənim üçün qış heç bir problem deyil. Soyuq olur, məsəl üçün ildən asılıdır. Məsəl üçün keçən il mən
-17 dərəcəyə qədər keçmişdi. Bu il isə cəmi -5, -7 belə dərəcələrdə qış keçdi. Mən biraz pis oldum ki, biz bu qış niyə belə pis keçdi? Biraz daha soyuq olmalıydı. Bir dənə maraqlı bir şey var. Biz yaya getdikcə günəş batmır. Günəş batmamağa başlayınca da gecələr işıqlı olur. Yaya getdikcə blackout istifadə etməyə başlayacaqsınız. Bir də burada sizin jalüzləriniz də var. O da Var, yəqin. amma jalüz kömək eləmir. Bu jalüz mənim deyil, mənzilə köçdüyümdə var idi. Amma mən onlardan istifadə etməyi xoşlamıram. Çünki qış vaxtı günlər çox qısa olur. Qış vaxtı ən qısa gün 6 saat olur. Bu jalüzlər yalnız kömək eləmir. Bir amca günəş var, o da içəri girə bilmir. Ona görə mən jalüzlərdən istifadə etməyi çox xoşlamıram. Ya adi pərdələr, ya da ki blackout, yaya getdikcə artıq blackout pərdələrə keçirik ki, çünki axşam vaxtı işıqlı olur. Maraqlıdır. Bu pərdələr fikir verdim Bakıdan gəlir. Tələbə üçün, məsələn, İsveçdə ev tutmaq üçün qiymətlər necə olur? Məsələn, neçə kronerdan başlayır və neçə kronera qədər gedir? Məsələn, mənim kimi mənzili 7000 krona ilə 1700 krona arasında tapa bilərsiniz. Və hətta bu hardasa 700 evro ilə 1700 evro olur. Seçdiyiniz rayondan asılıdır. Amma hətta daha ucuz da ola bilər. Məsəl üçün yalnız bir otaq. Yəni bir otağın içərisində həm kuxnya, həm də qonaq otağı, həm yataq otağı olanda onu hətta 500 evroya, 400 evroya tapanları belə görürəm. Yəni sizə nə daha rahatdırsa, siz daha çox nəyi istəyirsinizsə, ona görə seçim eləyə bilərsiniz. Dostlar, biz indi çıxacaq, gəzəcəyik və Ayla bizi universitetinə qədər aparacaqdır və yolda da istəyirəm sizin üçün biraz çəkim ki, məsələn, binadan çıxdıq, gedirik də, yol gedirik, yollar necə görsənir, kampus necə görsənir və s. Bugün əslində İsveçdə bayramdır, məsələn, hər yer bağlıdır. Bəli, bugün mayın 1-idir. Okay, mayın 1-i. Mayın 1-i onlarda bayramdır. Amma çəkə bildiyimiz qədər çəkəcəyik ki, sizin də ağlınızda bir ideya yaransın ki, necə universitet kampusları necə görsənir və s. Ona görə hazırsınızsa çıxaq evdən. Bu bizim idman zalımızdır. Adətən bu universitetin böyük bir hissəsi bu idman zalına gedir və oradan da idmanı İsveçlilər həddindən artıq çox xoşlayır. Yəni hamı idmanla məşğul olur. Ayla, bəs idman zalına getmək üçün əlavə bir ödəniş eləmək lazımdır? Bu biraz daha maraqlı bir şeydir. Əslində ümumiyyətlə İsveçdə wellness deyilən bir şey var və sizin wellness'ınız üçün sizə maaşdan əlavə bir illik 250 evro, 2500 krona pul verilir. Hansını ki siz idman zalına, masaja, yogaya, rəqslərə və verilən bir yerlərə istifadə edə bilərsiniz. Ona görə inanılmaz çox insan bu pulu idman zalında istifadə edir. Mən də idman zalında şəxsən istifadə edirəm. Biz indi hardayıq? Biz indi foyedəyik. Burada adətən tələbələr ya dərs çalışır, həm lunchlarını eləyirlər. Burada balaca kafeşkalar da var. Hətta tələbələrin ilk gəldiyi yer info centerdir. Çünki info centerdan ID-vizi götürürsünüz. Kim əgər yaxaxanada qalsa açarlarını götürür. Mən birinci dəfə bura gələndə mən buradan ev açarlarını götürmüşdüm. Yəni əsas birinci yerdəyik. İndi yuxarı qalsaq, orada kitabxanamız var. Və hətta buradakı da çox maraqlıdır. Burada pilləkənlərdə oturmaq olur və mən çox görürəm tələbələr burada oturur və dərs çalışır və ümumiyyətlə danışır. Əla.
Ayla, deməli biz kampusda gəldik, kampusa daxil olduq və gəldik sənin ofisinə. Bura ayrıca bir otaqdır və burada ancaq sən işləyirsən və oxuyursan gördüyüm qədərilə. Çox maraqlıdır. Məsələn, mən heç vaxt görməmişəm ki, PhD tələbənin və çalışanın öz universitetdə öz otağı olsun, öz ofisi olsun. Burada belədir, LIU-da belədir, PhD tələbələrinin öz otaqları olur adətən. Ümumiyyətlə, İsveç ənənəsində bu var ki, sizin öz otağınız var, siz daha çox işləyərsiniz, daha rahat işləyə bilərsiniz və bunun kimi şeylər. Ona görə bir çox, yəni bizim laboratoriyada olan tələbələrin hamısının öz otağı var. Bu ofisi tutmaq üçün sən əlavə kirayə ödəməlisən? Yox, bunu universitet mənə verir bir şəkildə. Bu iş yerimdir, yəni iş yerimdə kim kirayə verir? Maraqlıdır. Okey, əla. Çox sağ ol göstərdiyin üçün əksinə. Biz indi gedirik kofe içmə yerimizə. Gedirik kofemizi içək. By the way, İsveçdə çox önəmlidir kofe. O dərəcəyə ki, adətən iş aplikasiyaları veriləndə, iş aplikasiyasında deyilir ki, pulsuz kofe təmin edirik. Burada bizim balaca, yəni bizim mərtəbənin balaca mətbəxidir, amma biz gedirik kofe olan mətbəxə. Bu oturma otağımızdır. Biz burada adətən kofemizi içirik, fikalarımızı eləyirik. Fika İsveçlilərin çay içib danışdığı və şirniyyat yediyi bir andır, belə deyək. Və ona çox böyük önəm verirlər. O dərəcəyə ki, əgər səni kimsə dəvət edirsə fikaya, sən yox deyə bilməzsən. Sən həmişə hə deməlisən, ən azından 5 dəqiqə oturmalısan onunla. Amma burada məsəl üçün bizə hər səhər meyvə verirlər. Amma bugün yoxdur, çünki iş günü deyil, amma hər iş günü səhər buna gəlib meyvə götürürük. Yəni inanmırsınızsa buradan oxuya bilərsiniz. Yox, inanırıq. Hər səhər burada meyvə olur. Burada bizdə şey var, İDA mənim oxuduğum kafedradır, Computer Science kafedrasıdır. Və burada, məsəl üçün, əslində çox müsbət olmayan bir işlə məşğul olmuşuq. Burada məsəl üçün yaza bilərsiniz, öz kollaborasiya eləmək istəyirsinizsə hər hansısa bir məqalə üçün. Burada yaza bilərsiniz ideyyanızı və kimsə istəyirsə sizinlə kollaborasiya eləməyi buradan görə bilər. Burada biz şaşqalarımızı göstəririk. Dostlar, biz gəldik, Aylanın ofisində oturduq, kofe filan götürdük, indi oturmuşuq, biraz söhbət edəcəyik. Ayla ilə bu haqda danışırdıq ki, İsveçdə məsələn kültür, müəllim və tələbə arasındakı münasibət bizimkindən çox fərqlidir. İstərdim ki, bu barədə biraz danışasan. Burada ümumiyyətlə İsveçdə tamam bərabərlik var. Heç kimdən nə yaxşıdır, nə pis. Ona görə müəllimlərə adı ilə səslənirik. Mənim üçün mən birinci dəfə bura gələndə doğrudan da şok olduğum bir şey idi. Çünki müəllimlər var, burada da 70 yaşında, 80 yaşında müəllimlər var. Artıq pensiyadadılar, amma yenə də işləyirlər. Və onların hamısına adı ilə səslənirəm. Və onlar da mənə adı ilə səslənir. Yəni mən bu Azərbaycanda görmədiyim bir şeydir. Və burada bu klassifikasiya ki, bu müəllimdir, bu tələbədir falan, burada yoxdur. Ayla, bəs burada çox Azərbaycanlı tələbə varmı? Maalesef yoxdur. Yəni hal-hazırda mən özümdən başqa Azərbaycandan gələn heç kimi yoxdur. Yəni hətta o qədər deyirlər ki, sən mənim birinci tanıdığım Azərbaycanlı sənsən. Yəni bu Azərbaycanda görməyiblər ümumiyyətlə. Ona görə burada Azərbaycanlı doğrudan da azdır. Ona görə gəlmək lazımdır. Əsasən gəlin burada da oxuyun, mən tək qalmayım. Ayla, çox sağ ol bizə evini göstərdiyin üçün, həyatın barədə bəhs elədiyin üçün və gəlib bizi kampusda gəzdirdiyin üçün də çox sağ ol. Mənə çox maraqlıdır ki, sən Azərbaycanlı gənclərə nə kimi məsləhətlər verə bilərsən ki, onlar da karyera və təhsil yolunda uğurlu olsunlar? Mənim əsas məsləhətim olacaq ki, qorxmayın heç nədən və heç bir şeydən qorxmayın. Yəni əgər ən pis ssenarioda həmişə Azərbaycana geri qayıda bilərsiniz. Amma qorxmayın, özünüzdən əmin olun.
hamı eləyir, mən elədim, nə qədər tələbə burada eləyir, siz də eləyə bilərsiniz. Heç bir şəkildə heç nədən qorxmayın, applicationlarınızı göndərin, bütün sənədlərinizi göndərin. Pulsuzdur bu arada. Doktoratura İsveçdə, Danimarkada, bir də Norveçdə məsəl üçün sənədlər göndərmək pulsuzdur. Yəni siz heç bir şey itirmirsiniz. O sənədləri göndərin və əsas o da ingilis dilini öyrənin. Çox sağ ol Ayla hər şey üçün. Aylanı eşitdiniz. Mütləq ingilis dilini öyrənmək lazımdır. Ona görə dil bildəki dərslərimizə qoşulmağı unutmayın. Və dostlar, bu videonu yekunlaşdırıram və ümid edirəm ki, növbəti video hansısa ölkədə təhsil alan başqa bir Azərbaycanlı xanımın intervyusu olacaqdır. Özünüzə yaxşı baxın. Növbəti videoda görüşərik. Sağ olun.